insan oturub orada belə borcu, sən mənlə danışırsan, heç kimsə səni qabağında elə belə uşaq oturmuyub. 62 yaşım var mənim. Sənin başın üçün deyil, sən mənə səhv tutasan. Səndən işim yox idi, amma bundan sonra işim olacaq. Belə söykənib belə danışanda bil kimin haqqında danışırsan. Bunun cavabı gələ bilər, gələ bilməz. Özdəki musiqini bilməyən adam gedib başını soxub Şahnazdan danışır. Onda mənim dostlarım da mənə kömək eləsə, sən necə durarsan bunun qabağında? Biz musiqi davası edirik, sən də meyxanadan qoşulmuşsan bura. Sən muğam bilirsən. Elə bir mən qoşulmuşam meyxanadan izah verəmsə ki, belə deyil, belə deyil, nə qədər gülməli çıxır. Mənim əslində Akşinlə işim yox idi. Akşin indi bu danışığından sonra məndən xahiş elədi ki, mənim xətrimə dəydi. Akşini özün xahiş elədin də, çünki mənim səndən işim olsaydı, həmən günün, həmən dəqiqə olardı. Çünki mənə başa saldılar ki, onun günahı yoxdur. Biz demişik, sən gelib, əlim qolum qurudu ki, evi yoxda, indiyə olmadı. Amma indi sən böyük-böyük danışırsan ki, bir dost kimi mən dedim bir maraqlanım. Amma sən onu bilginən ki, mənim dostlarım da maraqlanırlar. Əgər bilməksənsə, o dost qədri bilirsənsə, mən hamının qabağını almışam ki, bu şodur, o elə oğlan deyil, mənim xətrim istəyən adamdır, qruplar, qoşublar. Sən biləsən ki, sənə görə milyonla zəng gəlib ki, o kimdir? Qaldı da ki, deyirsən ki, adama ruh verərlər. Sən nə bilirsən ki, muğam nə? Elə bir manah meyxanaya qarışıb da. Sən nə bilirsən ki, muğam nədir? Sən ona izah verirsən ki, buna. Bəs mən ona desəm, oxuyar, niyə oxumur? Bəs sən bilirsən, o böyük sənətkarlar mənə deyəcək ki, ayıb olsun sən. Sən deyirsən, oxuyacaq. İndi mən sənə deyirəm ki, o Şahnaz oxusa, mən gedəcəm sənətdən. Oxusa, oxuya bilməsə, söz verginən ki, sən deməyəsən, meyxana çıxıb gedərsə, onda bilərsən sözü kim düz deyir. Mən bilmədiyim şeyi danışmıram. Nəfəsi məndən çox istəyən yoxdur. Mən onu çox istəyirəm, yaxşı da oxuyandır. Söhbət Xan əmidən gedir, Şahnazdan gedir. Onda oxusa deyəcəm ki, Şahnaz 2 nəfər oxuyub. Bir Xan əmidir, bir də nəfəsdir. Ayıbdır dedim. Məcbur edirsən, mən görsəm bu temaya gəlmirdim. Hamıya da xahiş edirdim ki, insan oturub orada belə borcu, sən mənlə danışırsan. Heç kimsə səni qabağında elə belə uşaq oturmuyub. 62 yaşım var mənim. Sənin başın üçün deyil, sən mənə səhv tutasan. Səndən işim yox idi, amma bundan sonra işim olacaq. Sən mənim canım, sən kimi çox istəyirsən, bax bunu da verərsən. Sənə gəldim, dedim ki, xahiş edirəm bu nəfəs Akşin mövzusunda, çünki yorulmuşam. Amma onu görməmişdim də. Bugün olub, səhər Tarix mən görməmişdim. Onun elə danışdığın, belə söykənib belə danışanda bil kimin haqqında danışırsan. Bunun cavabı gələ bilər, gələ bilməz. Özdəki musiqini bilməyən adam gedib başını soxub Şahnazdan danışır. Onda mənim dostlarım da mənə kömək eləsə, sən necə durarsan bunun qabağında? Biz musiqi davası edirik, sən də meyxanadan qoşulmuşsan bura. Sən muğam bilirsən. Elə bir mən qoşulmuşam meyxanadan izah verəmsə ki, belə deyil, belə deyil, nə qədər gülməli çıxır. Çox gülməli görsənər əslində. Və ümumiyyətlə Akşinin mövzuya razıyam, salamlayıram buradan. Onun da hörməti, sevənləri, dinləyiciləri var. Amma o buradan Tolik çox düzgün vurğuladı ki, bir vəkil kimi görsəndi, elə görsənmədimi? Yəni zəng etdi, 2 nəfərin arasında olan... Qardaş, çıxdım verilişdən, telefon dağılırdı, çatışmır orada, dedim, mən cəmaatı, dedim, orada ürgədiblər, qruplar, qoşublar. Hələ bugünkü günə qədər mən onun qabağını aldım. Allah da şahidi ki, ondan sonra heç nə deməmişəm. Dedim, oldu keçdi, çünki mən bildim ki, əslində onluq bir şey yoxdur, amma bu danışıq müraciət eləmir. Açığında sonra gördüm ki, bu şeydir, bunu zəng eləyiblər ki, bəs belədir. Yəni, nəysə də açmıram, o elə şeylər var ki, başım bıraxdım. Amma daldan o biri Zaurun verilişində də danışmışdı, biraz da şey danışmışdı, onu da bıraxdım. Amma indi burada belə danışmaq, yəni mənə xahiş elədi. Məndən xahiş elədi ki, mənim haqqımda içində nə var dedim. İndi dalı gəlsin. Sən mənim canım, sən kimi çox istəyirsən, bax bunu da verərsən. Sənə gəldim, dedim ki, xahiş edirəm bu nəfəs Akşin mövzusunda, çünki yorulmuşam.
Amma onu görməmişdim də. Bugün olub səhər Hə, mən Tarix görməmişdim. Əliyevin Onun elə verilişində danışdığın, belə olub. söykənib belə danışdığında, danışanda bir kimin haqqında danışırsan. Bunun cavabı gələ bilər, gələ bilməz. Özdəki musiqini bilməyən adam gedib başını soxub Şahnazdan danışır. Onda mənim dostlarım da mənə kömək eləsə, sən necə durarsan bunun qabağında? Biz musiqi davası edirik, sən də meyxanadan qoşulmuşsan bura. Sən muğam bilirsən. Elə bir mən qoşulmuşam meyxanadan izah verəmsə ki, belə deyil, belə deyil. Nə qədər gülməli çıxır. Çox gülməli görsənər əslində. Və ümumiyyətlə Akşinin mövzuya razıyam, salamlayıram buradan. Onun da hörməti, sevənləri, dinləyiciləri var. Amma o buradan Tolik çox düzgün vurğuladı ki, bir vəkil kimi görsəndi, elə görsənmədimi? Yəni zəng etdi, iki nəfərin arasında olan... Qardaş, çıxdım verilişdən, telefon dağılırdı, heç çatışmır orada. Dedim, şou, mən cəmatı, dedim, şou, orada ürgədiblər, qruplar, qoşublar. Hələ bugünkü günə qədər mən onun qabağını alıram. Allah da şahidi ki, ondan sonra heç nə deməmişəm. Dedim, oldu keçdi, çünki mən bildim ki, əslində onluq bir şey yoxdur, amma bu danışıq müraciət eləmir. Açığında sonra gördüm ki, bu şeydir, bunu zəng eləyiblər ki, bəs belədir, belədir. Yəni, nəysə də açmıram, o elə şeylər var ki, başım buraxdım. Amma daldan o biri Zaurun verilişində də danışmışdı, biraz da şey danışmışdı, onu da buraxdım. Amma indi burada belə danışmaq, yəni mənə xahiş elədi. Məndən xahiş elədi ki, mənim haqqımda içində nə var dedim. İndi dalı gəlsin.